Aha, indi 20-yə baxırıq. Bizə nə deyir? Deyir ki, A molunun kütləsi YO2-dir. 6,4 qramdır. YO2-dən söhbət gedir. 1 molun kütləsi isə Y üstəgəl 32-dir. Sonra o birisi maddə üçün nə deyir? Deyir ki, A molun kütləsi 5,6 qramdır. 1 molun kütləsi, söhbət XO-dan gedirsə, X üstəgəl 16-dır. Bu da XO-dur. Sonra A-lar da eyni mol olduğuna görə mən bunları bərabərləşdirirəm. Sonra aşağıda mənə belə bir şey verir. Deyir ki, X-in nisbi atom kütləsi çıx Y-in nisbi atom kütləsi bərabərdir 8. Bu o deməkdir ki, X Y-dən 8 qram çoxdur. Yəni X nəyə bərabərdir? 8 üstəgəl Y-ə. Və mən bu ifadəni bax burada yerinə qoyuram. Birincidə bax burada A nəyə bərabərdir? A bərabərdir 6,4 böl Y üstəgəl 32. Burada nətər olur? A bərabərdir 5,6 böl X üstəgəl 16-dır. X-in yerinə 8 üstəgəl Y yazıram. Y üstəgəl 8 üstəgəl 16. Bax, X-in yerinə bunu yazdım. Və bunları bir-birinə bərabərləşdirib, həll edib Y-i tapıram. 6,4 bölünsün Y üstəgəl 32. Bərabərdir 5,6 bölünsün Y üstəgəl 24. Bunları aparıram 8, 7. Yazıram 7Y üstəgəl 224 bərabərdir 8Y üstəgəl 192. Buranı bura vurdum, buranı da bura çarpaz. Bu tərəfdə Y qalır, bərabərdir. Bu tərəfdə də qalır 32. Vəssalam, Y-i tapdım 32. Y-i 32 tapmışam, baxın burada. Və yaxud da burada. X nəyə bərabərdir? Y üstəgəl 8-ə. Onda X da bərabərdir 32 üstəgəl 8, o da eləyir 40. İndi məndən nə soruşur? Deyir, A-nı tapın. Bir də MR XY-i. XY-in MR-ni tapaq. X 40-dır, Y də 32-dir. MR elədi 72. Bunu tapdım. Bir də A molu deyir tapın. Mən X-in kütləsini tapmışam 40. XO-nun kütləsi, 1 molunun kütləsi nə olacaq? 40 üstəgəl 16, 56 qram. A molunda kütləsi 5,6-dır. A da eləyir 0,1. Bunu da tapdıq. Aha. 21. Qələvi metal oksidinin nisbi molekul kütləsi A-dır. Qələvi metalın oksidi X2O-dur. Hidridinin bunun kütləsi A-dır. Bunun kütləsi 2X üstəgəl 16-dır. Bax, bu bərabərdir A-ya. Hidridinin nisbi molekul kütləsi. Hidridi də XH-dır. XH-ın da kütləsi X üstəgəl 1-dir. Bu da bərabərdir B-yə. Və deyir ki, A böl B bərabərdir 2,35. A 2X üstəgəl 16-dır. Böl B-dəki X üstəgəl 1-dir. Bərabərdir 2,35-ə. Həll edirəm. 2X üstəgəl 16 bərabərdir 2,35 X üstəgəl 2,35. Burada qalır 0,35 X bərabərdir. Burada da qalır 13,65. X da bərabərdir 13,65 böl 0,35. Buradan da X eləyir 39. Sonra məndən nə soruşurdu? Qələvi metalın peroksidinin və hidroksidinin molyar kütləsi. Qələvi metal 39 tapdım. Peroksid X2O2-dir. 39 vur 2, 78, üstəgəl 32. Eləyir 110. Bir də nəyi soruşur? Hidroksidinin kütləsi. Hidroksiddə XOH-dır. 39 üstəgəl 16 üstəgəl 1. O da eləyir 56. Sonra sonuncu 22. Deməli, qarışığın tərkibi CH8-dir. CO2-dir. Bir də CO-dur.
Qarışıqda maddələrin kütləsi bunların ikisini m verib, bu birisini 2,8 verib. Və qarışığın ümumi kütləsini verib 20,4. Bu 20,4-ün 2,8-i CO-dur. 20,4-dən çıxıram 2,8-i. Yerdə qalanı CO2 ilə CH8-dir. Bu da eləyir 18, 17,6. 17,6 ikisi bir yerdədir. Bax, bu 2 dənə m. 17,6-dır. Yazıram. 2m bərabərdir 17,6. M deyir 8,8. Deməli, 8,8 qram CH8 var. 8,8 qram da CO2 var. Və mənə nə deyir? Qarışığın ümumi həcmini tapın. Bunların mollarını tapacağım. CO 2,8'dir. 28 qram 1 moldur. 2,8 x. O da eləyir 0,1. Sonra CO2 44 qram 1 moldur. 8,8 x-dir. O da eləyir 0,2. Elə CH8 də 44 qramdır. Orada da 0,2 eləyəcək. Və qarışığım 0,1 üstə gəl 0,2 üstə gəl 0,2. 0,5 moldur. Məndən nə soruşur? Ümumi həcmini. 0,5 moldursa, deməli 11,2 litrdir. Birincini tapdım. Sonra nə deyir? Qarışığın artıq miqdar oksigende yanmasından sonra qabda neçə mol karbon dioksid olar? Deməli, CH8 bu yananda, bunun 1 molu yananda 3 mol CO2 alınır. CO2 bu yanmır, elə birbaşa CO2 alır. CO yananda 1 mol yananda 1 mol CO2 alınır. İndi CH8 neçə mol idi? Onda 2 mol tapmışıq, düzdürmü? 1 moldan 3 alınırsa, onda 2-dən də x alınacaq. O da elədi 0,6 mol. Üstə gəl. CO2'miz neçə mol idi? O da 0,2'dir. 0,2 üstə gəl. CO da 2,8'i neçə moldur? 28 1 moldur. 2,8 də x. O da eləyir 0,1. Üstə gəl 0,1. Və cəm eləyir 0,9 mol. Cavabımız budur. Neçə mol karbon dioksid eləyir 0,9. Maddə miqdarının ətraflıları bu qədər.